Avqustun 23-də Azərbaycan prezidenti İlham Əliyev və Özbəkistan prezidenti Şavkat Mirziyoyev Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılış mərasimində iştirak ediblər. Dövlət başçıları universitetin rəmzi açılışını bildirən lenti kəsib, təhsil ocağının həyətində ağac əkiblər. Prezidentlərə universitetin tarixi, fəaliyyəti və yaradılan şərait barədə məlumat verilib. Bildirilib ki, burada 17 mindən çox tələbə təhsil alır və universitet dünyanın 127 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir. Hazırda yeni Daşkənd ərazisində universitet üçün 40 hektarlıq yeni kampusun tikintisi də həyata keçirilir. Daha sonra İlham Əliyev və Şavkat Mirziyoyev müəllim və tələbələrlə görüşərək Azərbaycan-Özbəkistan qardaşlığının və təhsil sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.